Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və əccil fərəcəhum. Hörmətli tamaşaçılar, siz Həzrəti Zəhra salamullahu aleyha kanalına baxırsınız. Hamınızı salamlayır və xoş gördün deyirəm. Bugünkü söhbətimiz də dünənki söhbətimizin davamı. Daha doğrusu deyə bilsək, bir neçə müddətdir icrasına başladığımız Əhl-i Sünnət kitablarında İslam tarixi mövzusunun davamı olacaq. Hamımız bilirik ki, tarixin yaşı bəşər qədər uzundur. Biz tarix səhifələrində ən önəmli səhifələrindən biri İslam səhifəsini açacağıq. Və bu mövzu ilə əlaqədar studiyamıza bugünkü qonağımız İslam aləminin böyük alimlərindən olan Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəndani Həzrətlərini dəvət etmişik. Selamun aleyküm. Aleykümselam və rəhmətullah. Xoş gəlmişsiniz studiyamıza. Təşəkkür. Mən də salam ərz edirəm cənabınızın məhzərinə və əziz tamaşaçıların məhzərinə. İşarə buyurdunuz ki, mövzu bəhsimiz tarixi İslamı bərrəsi eləməkdir. Bəli. İstirik Əhl-i Sünnətin kitablarının üzü ilə, onların gözü ilə tarixə baxaq, ta isbat eləyək ki, biz şiələr hər nə demişik, Əhl-i Sünnəti möhtərəm də qəbulları var. Əziz qardaşlar ki, Əhl-i Sünnətdilər, onlar öz yazdıqlarını qəbul eləsələr, bizə bəsdir. Çünki əlan bir zaman deyək ki, ixtilaf var müsəlmanlar içində. Dəva var, müharibə var. Xob, gərək biz görək İslamın, müsəlmanların səlahı nə mədədir? Bizim təşxisimiz budur, Qur'an deyir, sizi həll eləyən müşkilizi həll eləyən budur ki, qardaş olun. İnnəməl müminunə ixvə. Xob, nə cür qardaş olaq? Biz elə qardaşıq da, hamımız müsəlmanıq. Yolu budur, oturun, danışın. Qur'an deyib da, fəbəşir ibadi əlləzinə yəstəməunəl qavl fəyəttəbəun əhsənə. Muştuluq ver, müjdə ver. O bəndələri ki, sözlərə qulağa sallar, yaxçısın, haqqın intiqab elərlər. Seçərlər, əhsən. Ayrı ayə var ki, cadilhum billətihiyyə əhsən. Əhli kitabla, Yəhudla, Nəsara ilə ayrı millətlər, başqa millətlərlə danışın, amma çox yumuşaq danışın. Mülayim olun. Mülayim danışın, məntiqi danışın, ədəbli danışın. Bu həmin yoldur ki, Quran bizə deyib. İstirik deyək, şiə nə cür baxır aləmə? Şiə niyə deyir, mənim məsirim düzdür? Ərz elədik ki, bizim bu bəhsimizdə vəzifəmiz Əhl-i Sünnətin kitablarından oxuyaq. Xob, bugün çatmışıq bir yerə ki, Buxari kitab yazıb, binamı Səhih Buxari, məşhurdur da. Xob, Səhih Buxari deyənə Əhl-i Sünnət baxsa, biz deyəndik. Bunu bəhs eləmişik da. Səhih Müslim, onların kitablarının biridir. Möhkəmtərin kitabları, böyük kitablarıdır. O deyənə baxsınlar, biz qəbul varımız. Əlan çatırıq bu mətləbə ki, mən tozih versəm, əgər mən eləyə bilməsəm, haqqı əda eləyəm, siz mənə kömək elin, Cənab Ağay Nəsirli. Hər padişahın, hər hökumətin katibi olar. Yəni, neçə nəfər əyləşərlər, tamam hadisələr ki, ittifaq düşüb, onları götürərlər, yazarlar. Rəis-i möhtərəm filan ağa ilə mülaqat elədi. Filan tarixdə rəis getdi filan dövlətə. Filan şəxs fot oldu, filan cəng oldu, bunları səbt elərlər da. Düzdür? Bizim əgər Əhl-i Sünnət, əziz qardaşlarımız, bu sözə qulaq assınlar. Peyğəmbərin katibi hanı? Yazarları. Peyğəmbərin yazanları, Peyğəmbərin yanında əyləşə, mətalibi yaza, təhvil verə müsəlmanlara, Peyğəmbəriz gəldi, dünyadan getdi. Bu da onun zamanının hadisələridir. Hanı o kitab? Şiə deyir, qoymadılar. Nəmə yazılmışdı, otladılar. Hardan deyir? Əlam mədrək deyim. Bismillahirrahmanirrahim. Tamam bunlar sənəddirlər, əvvəl. Peyğəmbər hər nə hadisə olmuşdu,
yazdırmışdı. Vardı Ömer, Əbubək, Ömer, Osman onları hüccət bilmədi. Dedilər, hər kəs istəyək qələmi qoya kağız üstünə bərxurd eləyəcəyik. Nə deyirsiniz siz? Mühakimə eləyəcəyik. Duruz. Heç kəs heç də yazmadı. Görək kim yazdı? Muaviyə bir şəxsi istədi. Yəmənli idi, binamı Ubeyd ibn Şəriyyə. Ubeyd Şəriyyənin oğlu. Müəmmir idi bu adam. Müəmmir yəni 300 il ömr eləmişdi. Maşallah. Bu 300 ömr eləyən əslən müsəlman dördü, kafirdi. Yəməndən Muaviyə bunu gətdi. Dedi, əyləş burada Muaviyə. Əli ibn Əbi Talib şəhid eləyəndən sonra mən sənə hər nəmə desəm yaz, bu olsun tarix. Peyğəmbər bu sözü deyib, Əbubək bu sözü deyib, Ömər, Osman, Əli bu sözü deyib, düşmənimiz bu sözü deyib, Muaviyə nəmə imla elədi, Ubeyd Şəriyyənin oğlu onu yazdı. Bizim tariximizin nəticə bu olur. Müsəlmanların bədbəxtanə tarixin yazan özəş müsəlman döyülmüş, Muaviyə deyən o yazıb. Bu bizim əvvəl kitabımız. Bəli. Qobağa bu mətləb hardadır? Həmin Sirə İbn Hişamın əvvəlində ilə bu qəziyə işarə eləyib. İkinci kim yazıb tarixi? Zübeyrin oğlu Ürvə. Ayişənin bacısı oğlu. Bu adam əslən müxalif sərsəxt Əli ibn Əbi Talib idi, müxalif Əhl-i Beyt idi. O nəmə təşxis verdi, onu yazdı, dedi, İslam budur. Bu düz işdir. Niyə qoymadılar İmam Həsən yaza? Niyə qoymadılar Əli ibn Əbi Talib tarix yaza? Ayşə dedi, bacı oğlu. Bəli. Türkçesi olur bacı oğlu. Bəli. Bacı oğlu, sən əyləş burada, sən uşaqsan, mən nəmə desəm, sən onu yaz. O yazdı olub elən tarix İslam Urvənin nəzəri ilə. Kitabın adı bu cürdür. Bəli. Tarix İslam əz nəzər Urvə. Urvənin nəzəri ilə tarix budur. Bu ikinci. Üçüncü Əban ibn Osman. Üçüncü xəlifənin adı nə idi? Osman. Osmanın oğlu Əban. Əhlinin oğlu niyə Həsən yazanı qoymadılar xalq oxuya? Peyğəmbərin nəvəsi idi. İmam Hüseyin hamı dostu düşmən etiraf edir, pak adamıdır, düz. İmam Hüseyin yazan tarix necə oldu? Hamısını beynindən apardılar. Qudrətlər, hökumətlər, hakimlər qoymadılar əsəri qala. Elan deyərəm nümunəsini. Üçüncü kimin idi? Baxın, Əban ibn Osman Navaq ölüb 105 ildə, 105-də. Yəni Qəmər, ikinci qəmər. İkinci, bəli. Xob, üçüncü kimdir? Vəhəb ibn Münebbih, bir Məsihidir ağa. Bir erməni yazıbdır. Tarix-i İslamı bir Məsih yazıb. Qabil etimaddır bu. Navaq dünyadan gedib 110-da. İkinci qarında. İkinci əsr. Qəməridə. Bəli. Beşinci Musa ibn Uqbə. Musa ibn Uqbə kazibdir. Kazib yalancı. Bəli. Bu Navaq ölübdür. Diqqət buyurun. 141-də. Xob, əlam bizim tariximizin umdəsi bundandır. Bu nəfəri neçimcidir? Beşimci. Bəli. Xeyli xob. Altıncı kimdir? Muəmmər ibn Raşid. Xob, bu 6 nəfərdən nümunə deyirəm. Nə peyğəmbərdirlər bunlar, nə səhabə-i kibardırlar, nə əhl-i beytdirlər. Bunlar yazanı mən hardan qəbul edeyim? Sünni qardaş, deyirəm, ağa, sən deyirən İslam budur. Hanı? Kitabı gətirir, deyir, bunlar yazıblar. Deyirəm, bəs Peyğəmbər özü demişdi, yazılmışdı. Onu niyə beynindən apardınız? Niyə otladınız? O hanı? Baba, məni Musa bir iştibah edirəm. Mənim sözüm düzdür. Sən bu kitabxanaları gəz. Bir dənə kitab tap, İmam Hüseyin yazmış olsun. Bir dənə kitab yaz, Ömər yazmış olsun. Bir dənə kitab yaz, Osman yazmış olsun. Niyə Peyğəmbərin sahabələri yazanı qoymurdunuz? Fəqət bir nümunə deyim, həmin ağaların biri Sədr-i İslamda ki, nə Peyğəmbəri görmüşdür, nə imamı görmüşdür, amma bir miqdar yaxçı mətalib yazmışdı. Kimdir? Əban ibn Osman. Mətalib yazmışdı Sirə-i Peyğəmbərə, qeyr az o ki, ələn var. Bəli. Gətdi verdi həccidə. Zahirən Hişam ibn Əbdülməlikə.
hakimlərin biri. Dedi, ağa, ya Əbdülməlik ibn Mərvana, bunların birinə. Dedi, ağa, İslamın tarixindən mən bunu yazmışam. Dedi, ver mənə. Aldı. Dedi, təşrif aparsan. Bu belə bildi ki, istəyir onu eləyə, mütaliə eləyə. Qayıtdı, gəldi, ağa, mənim kitabım necə oldu? Dedi, o kitabı tikə-tikələdim, yandırdım, getdi. Özləri yazıb əhl-i sünnət. Pəs, diqqət buyurun, əvvəl nəticə istəyirəm, nə alam? İstəyə bir dənə din təraz gedə, düz qala, sözü millətlərə düz yetişə gərək dinin əvvəl gətirənlərindən şuru eləyə, yox. Mən yazsam gərək bu cür yazam. Bismillahirrahmanirrahim. Resulü-Xuda buyurdu. Əbu Bək buyurdu, Ömər buyurdu, Osman buyurdu, Əli əleyhissalam buyurdu. Bu cür da yoxdur. Bir dənə kitab yoxdur ki, Peyğəmbər orada buyurmuş ola, mən yazıram. Əbu Bək yaza. Niyə bu cürdür? Çün ərz elədim, kuduta, siz deyirsiniz, hərbi çevriliş. Əskərlərin hakimiyyəti güclə. Bəli, əskərləri kuduta elərlər, bir gecə həmlə elərlər, hökuməti tutarlar, alarlar. Zor gücünü alarlar. İslamın əvvəlində Peyğəmbər İslam dünyadan gedən gecəsi Yahudilərlə 3-4 dənə sahabə kuduta elədilər. Dedilər, Peyğəmbərin sünnətini yandırın. İzafə Quranları ki, təfsiri vardı, qəblən ərz eləmişik. Bunları yandırın. Yandırdılar. Tarix dənəmə yaddaşd olub, yandırın. Özləri getdilər, sonradandan biz deyərik qoşuşturma. Götdülər, yazdılar. Onu da Əbanda yazdığın Hişam ya Əbdülməlik dədəsi. Bəli. Yandırdılar. Niyə yandırdılar? Niyə qoymurdu xəlq bilənə xəbərdir? Çünki onlar istədilər, həqiqətdən o miqdarı ki, başara bilirlər, düz yazalar. Xob, mən işiyə bu sualdır mənə. Tamam müsəlmanlardan, tamam uqaladan soruşuram. Niyə İslamın əvvəlindəki, İslamın bılağının başındakilərdən nə kitab var, nə məzhəb var onların adına, nə tarix, niyə yoxdur? Şiədir, kudüteydir. Zor gücünü almaq. Zor gücünü almaqdır. Bir gecə bir dənə zərbə vurdular. Əli ibn Əbi Talibdən, Əhl-i Beytdən, xanavadəsi mühasirə elədilər. Əlinin qollarını bağladılar. Ondan sonra nə göylülər istirdi? Yazdılar. Bu da mənim mədrəkim bu kitablardan. Xob. Baxın, bu ibarəti mən halatları 2-3 dənə mətləb deyim yenə, baxın. Əlan ki bizim varımızdır, tarix, tamamı dünyada tarix yazan ondan yazır, əlan. Əlan bu cəlləsədə baxam danışmırıq. Sən istəyən kitab yazan, tarix yazan, deyəcən Sirə-i İbn Hişam. Ondan qəvi, qədimi kitabımız yoxdur. Bu ağa bu cümləni yazanda hardan yazdı? Asim ibn Ömər ibn Qətadənindir bu. Mətləbi ondan alıb. Bu kimidir? Ömər ibn Əbdüləziz bu adama pul verdi. Asim kimin oğlu? Ömər. Ömər kimin oğlu? Qətadə. Qətadənin nəvəsinə pul verdi. Dedi, mən nə cür deyirəm, sən o cür tarix yaz. O tarixi İbn Hişamda yığdılar. Elədilər kitab. Bunun nə qədər etibar vardı? Diqqət buyur ha. Ziyadə Bukai 183 Bəli. Tariximiz olur. Yəni bir qarn, siz deyirsiniz bir əsr yarım. Bir əsr yarım. Bəli. Bizim o tamaşaçılarımıza diqqət yetirsinlər ki, bizim burada dediyimiz o əsrlər, tarixi illər Hicri qəməri iləndir. Bəli, Hicri miladi ilə demirik. Miladi deyil. Hicri qəməri ilə burada deyirik. Bəli, bəli. Onlar nəzər alsınlar. Bəli, bəli. Xob. Diqqət buyurun, nəticə nə olur? Ağayı ki 183 il Peyğəmbərin hicrətindən sonra götürüb hədis tədvin eləyib. Ağa, mən kitab yazıram sizə. Nədir? Hədis. Xob, gətir görək nədir? Tamam Ömərin oğlu, Əbdullah ibn Ömər deyənləri elədi, kitab verdi müsəlmanlara. Niyə İmam Hüseyin deyəni yazmırdınız? Əli də xəlifə idi. İcazə verin, biraz çox roşən danışam. Sən də kömək elə. Əgər mənim ibarətlərimlə sizin türkün fərqi var, kömək elə. Baxın, bir xəlifədir Cənab-ı, məsələn, Ömər. Bir xəlifədir Cənab-ı Əmirül-Mömin Əli əleyhissalam. Düzdür? Biri Əbu Bəkridir, biri Əli ibn Əbi Talib. Bu cürdür da. Əcəb Əbu Bəkrin qızı oldu mufti, Ayətullahul Uzma, fətva verib. Kullu uləmayı əhl-i təsənnün onun fətvasını əmr edirlər. Amma Zeynəb kimin qızı idi? Həzrəti Əlinin.
Pəs Zeynəb-i Kubra salamullah aleyha Əlinin qızıdır. Ayşə kimin? Əbu Bəkrin. Əcəb Əbu Bəkrin qızı oldu, mərcə, təqlid dünya, amma Zeynəbin qollarını niyə bağladılar, əsir elədilər? Zeynəb Peyğəmbərin nəvəsidir, qız nəvəsidir. Zeynəb əhl-i beytidir, düzdür? Həzrəti Əli əhl-i beytidir. Nəm olub ki? Baxın, nəmə fətva verirlər ağalar, əziz qardaşlar, əhl-i sünnət. Əbdullah ibn Ömər belə dedi, Ayşə belə dedi, Ömərin oğlu oldu mərcə. Əbu Bəkrin oğlu mərcə. Xub, ağa, sən düz deyirən, bir kəlmə dediyindən Əli də xəlifə idi. Mən qəbul varımdır, xəlifə-i Raşidindən də onun bir oğlu vardı. Binamı, İmamı Həsən. Həsən ibn Əli, o da belədir. Niyə yoxdur bunlar? Bu sualdır. İndi bir ibarət oxuyum təkan dəhəndə. Təkan verən. Baxın. Şərh İbn Əbil Hədid, yəni Şərh Nəhcül Bəlağa yazıb bir möhtərəm sünni binamı İbn Əbil Hədid. Ələn mənim də varım doğruyu kamil. Durust, sənin puşçərində var, qəfəsədə. Cildi 12-ci 82-ci səhvədən sonra müfəssəldir. Nə yazıb? 10-15-20 maddə yazıb, deyir ki, buna görə Əlini qoymadılar xəlifə ola, Əbu Bəkr xəlifə oldu. Niyə? Mən onun bir ibarətini oxuyum. La işkalə fi müxalafəti nusus Rasulullah sallallahu aleyhi və aleyh İza rə'ətil əshabu əl-məsləhətə fi xilafəha. Bunu bir sünni yazıb ha. İşgal yoxudur. Peyğəmbər deyən sözü qoyaq yerə əməl eləməyək, əgər səhabə, əgər Əbu Bəkr, Ömər, Osman səlah bilsələr. Məsləhət bilsələr. Məsləhət bilərlər. Bu sözü əməl eləməyək. Pəs Peyğəmbər buyurub, filan qəza həlaldır. Duruz. Bu 3 nəfər xəlifə səlah bilərlər helal olmasın. Hansına baxaq? Mən bir amar deyim. Əziz tamaşaçılar yorulmasınlar. Bunlar üstündə 47 il ta 50 zəhmət çəkilib. Hasıl zəhəmat yarım qarnı siz deyəriz. Bəli. Yarım əsr. Bəli. Yarım əsr ya əsr zəhmət çəkilib. 21 dəfə Qur'an deyib Ətiur Rəsul. Ətiur Rəsul səlis zəbanı türküdə nədir Cənab Ağay Nəsirli? Ətiur Rəsul. İtaət eləyin. Rəsuldan. Bundan qeyriz ibarətiz var türküdə. Elə bu cür deyərlər. İtaət eləyin, yəni onun sözlərinə qulaq asın, Rəsulun sözlərinə qulaq asın, onun yolunu gedin. Bu neçə dənə ayə dərc elədim? 21 ayə. Allah 21 dəfə Qur'anda təkrar eləyib, sizə vacibdir Peyğəmbərinizdən itaət eləyin. Onun sözünə qulaq asın. Onun müqabilində nəmə təsvir elədir? La işqalə. La işqalə, yəni ki... İşqalı yoxdur. Nə mən işqalə? Peyğəmbərin sözünü qoyaq yerə. Problemi yoxdur. Hərbi çevriliş qeyr-əz budur. Elə budur da. Qur'an deyir, Ətiur Rəsul, əhl-i sünnət yazıblar, la işqalə fi müxalafəti nusus Rasulullah, İza rə'ətil əshabu əl-məsləhətə fi xilafə. Vaxtı Ömər səlah bilsə, Peyğəmbərin sözünü qoyaq yerə. Bəs bu ayələrlə nə eləyək? Bilirsiniz, ayə ilə müxalifət eləmə şərən düzdür. Müxalifət eləyə insan ayə ilə. Mən 21 dənədən adresləri sizdən oxuyun, baxın. Ali İmran 32-ci ayə, 133, biri 32, biri 132. Nisa 59-cu ayə, Maidə 90 deyirsiniz. Bəli, 92, Ənfal 1, 20, 46, Surə-i Taha 90-cı ayə, Surə-i Nur 54-cü, 56-cı, Surə-i Muhammed sallallahu və salam aleyh 33-cü, Surə-i Mücadilə 13-cü, Surə-i Təğabun 12, 16, Surə-i Nisa 13, 69, 80, 80. Bəli. Surə-i Nur 52, Əhzab 71, Fəth 17, Tövbə
71. Hələ bura kimi, bu səfərin burasına kimi. Bu ayələrin hamısında, Quranda deyir, əti'ur rəsul. İtaət edin Rəsuldan. Pəs ağalar götürüblə, yazıblə, həddəqəl bu kitab ki, mən oxuram sizə, hudud 7 qarnıdır yazılıb, 7 əsr. 7 əsrdə yazılıb, yəni 700 il hududən. Bəli. Təxmini. 700 il, hər ildə bir dəfə dünyada çap olsa nə qədər olar? 700 dəfə bu çap olub. Mənimki ixtiyarımda yazıb ki, la işqalə fi müxalifətin nüsusu Rəsulullah. Heç işqalı yoxdur, Peyğəmbər deyən heç baxma. Bunu qəbul edək bu dini. Qəbul edək bu məzhəbi uləma-i muhtərəm əhl-i sünnəti. Bu əziz qardaşlar nə buyururlar bunun müqabilində? Kitabları deyə yox. Nəticə alıram. Peyğəmbər gətirən rivayatı ərz elədi ki, ota çəkdilər. 500 dənəsini xud Əbubək yazmışdı, xub otladılar. Ondan sonra Ömər bəxşinamə elədi, hər kəsin var gətirsin, hər kəs əxbar getdi, yığdılar bir yerdə, otladılar getdi. Peyğəmbərin sözünə baxarlar, ya dediyin otlarlar. Otlama deyəriz siz? Yandırmaq. Yandırmaq. Mən otlama, əgər orada məfhumu yoxdur, siz tərcümə eləyin, səlis Türkiyə. Yandırmaq. Yandırmaq. Baxın, xob, bir nəfəri ki, Peyğəmbərin xəlifəsidir. Vəzifəsi hifz eləyə sünnəti Peyğəmbəri ya yandıra? Hifz eləmək, əlbəttə ki. Bəs niyə yandırdılar? Bir nəfər tapılsın, desin, ağay Musavi, sən işdi belən. Hamısı qəbul varlarıdır. Əlan soruşuruq ki, ağa, alimi muhtərəm, əziz alim, böyük qardaş, xəlifəz niyə Peyğəmbərin sünnətin yandırdı? Deyir, ağa, qorxdu ki, o qarışa ayə-i Qur'ana. Ömər qorxurdu ki, mərdum ayəni belə-belə hədisdir, hədisi belə-belə ayət. Əcəb, bu Peyğəmbər qorxmurdu. İndi əlan bir belə hədis var, qarışıb Qur'ana, bir belə kitab. Bir belə kitab ki, zamanı Peyğəmbər yoxudur. Əcəb, bir belə kitablar heç biri Qur'ana qarışmayıb. Xob, mən qəziyyənin o uzun, batın deyəriz, batının deyim nə idi? İslamın pak surəti, pak şəkli əl dəyməyib, Allah tərəfindən nab gəlib salim, su kimin duru deyəriz. Bəli, duru. Aha. Bu duru İslam Peyğəmbərin zamanında var deyə yoxudur. Bəli, var idi. Xob. Bəs o duru İslamı saxlayaydılar, yaxçı idi, ya yandıraydılar, yaxçı idi? Çox təəssüf yandırdılardı. Yandırdılar. Biz elə onu deyirik, nəticəyi o İslam yandırma əlan Daiş nəməlir? Hansı Peyğəmbər deyib adam başı kəs? 124 min Peyğəmbər gəlib bir dənə sözə. Deyək, bəli, sərih Qur'andır da və hədeynahu səbil imma şakirən və imma kəfura. Mən gəlmişəm, Peyğəmbərlərin sözü budur, gəlmişəm deyən bu iki dənə yoldur. Biri batıl, biri düz. Düz yolundan gedin. Gedərən get, getmən getmə. Çünki Qur'an deyir, və malir rəsulilləl bəlaq. Daiş əlan deyir, mənim İslamı döy. Nədir? Ya mən deyənə bax, ya öldürəcəyəm. Bu cümlə, bilmirəm, neçə dəqiqə vaxtımız var. Sən kömək elə bunu tozih verək. Baxın, mən bu bəhsi ayrı kanallarda mən çox danışmışam, vəli öz dilimizdə çox danışmamışam. Bunu tozih verin 1-2 dəqiqə, əgər gördünüz kafi deyir, sən də tozih ver. Hənuz 5-6 dəqiqə vaxt varımız. Peyğəmbər buyurdu ki, qulu la ilahə illallah ki, tuflihu. Yəni ki, deyin la ilahə illallah, xoşbəxt olun. Xəlifə-i duvum getdi, bunu əvəz elədi. Dedi ki, Peyğəmbər deyib ki, umirtu ən uqatilə nas hətta yəqulu la ilahə illallah. Ömər. Mən bunların hamısını cəm eləmişəm. Kulli kitab-ı əhl-i sünnətdə ki, İranda olub dəmi dəstədir, Əraqda dəmi dəstədir. Xob, məndə var. Əlimizdədir. Əlimіздədir. Ömər deyir ki, mən deyirəm sizə, Peyğəmbər dedi, şəmişir çəkin. Hər kəs qəbul elədi, la ilahə illallah, Muhammedur Rasulullah, heç. Qəbul eləməsə öldürün. Bu İslamın hayanındadır. İslam deyib, ləstə aleyhim bu museytir. Sən musəllət deyilsən mərdumə. Ləstə aleyhim be vəkil. Xalqın vəkili deyilsən. Və ma Rasulilləl bəlağıl mubin. Vəzifəyi Peyğəmbər bu deyək, Allahın yolu budur. Gəllərən gəl,
Gəlmə. Aya 1400-də olub bir nəfərə kötək vura İslam deyə yalla namaz qıl. Deyib ağa namaz qıl. Qılmıran, xub qılma. Xob. Əsli dava nə üstədir? O İslami ki Peyğəmbər gətirmiş idi. Su kimin duruydu. Biz bu cür deyərik. Təmiz idi. Təmiz idi. O İslamın ətrafında bir dənə kitab, bir dənə qələm yoxdur. Elə Peyğəmbər dünyadan getdi, bax. Bir belə kitablara bax. Peyğəmbər zamanında Əbu Bəkir, Ömər, Osman qoymadı kitab qala, qoymadı qələm qala, qoymadı hədis qala, qoymadı Qur'an qala. Tamamısını beynindən apardılar. Çünki qalsaydı o İslam deyə yazacaqdı. Əl-an bu kitabları ki yazılıb, Əl-an. Səhih Buxari, Səhih Muslim. Ərz elədik, qarni dovumu sıvımda yazılıb da. Yəni, 3 əsr Peyğəmbər soğuşub gedəndən sonra dedilə İslam budur. Xeyr ağa, İslam Buxari nə Allahdır, nə Peyğəmbərdir, nə vəsi Peyğəmbər. Nə dəlilə mən onun sözünə baxım? Sahibi vücdan öz-özündən soruşsun. İslamı Peyğəmbər deyər. İslamı o adam deyər ki, Peyğəmbər onu nəsb eləyər. Buxarini Peyğəmbər müərrif eləyib? Xeyr. Məgər Əli ibn Əbi Talib'i müərrif eləməmişdi. Yazın, bir dənə kitab yazın ki, Haza kitab-ı səhih Əli ibn Əbi Talib. 23 il Peyğəmbər Əli ibn Əbi Talib'i imla eləyib. Bu Nəhcü Bələğa var ya yoxdur. Bəli. Niyə bundan bir səthi çap eləmirlər? Düşünün, Əli ibn Əbi Talib bunu deyir da. Dəqqət buyurdun. Bəs nəticə aldım. İslamın əvvəli hala səlis türkü bilmirəm nə deyər. Biz bahalıq deyərik, xuşsalı deyərik. Ən dəyərli vaxtı. Ha? Ən dəyərli vaxtı. Bəli. İslam, eyni bu ki, məsələn, su çıxdı çeşmədən, Bəli. bulaqdan, deyərlər su təzə sudur da. İndi aparan yığan bir dənə qabda 2-3 il qalab, deyərlər köhnə su. Bəli. Təzə çıxan İslam Peyğəmbər deyənidir. Niyə qoymadılar Peyğəmbər deyib yazılan tarix qala? Niyə Peyğəmbər deydi, imla elədi, o kitabı beyindən apardılar? Kurey zəmində o əvvəl İslamdan nə kitab, nə tarix, nə hədis, nə təfsir, heç də yoxdur. Gəlib deyir, ağa, behtərin kitab, möhkəmtərin kitab Səhih Buxaridir. Əcəb qarni sevvumdakı İslamı qəbul edirəm. Sən düz deyirən Peyğəmbərin İslamı mənə deyir. Əlan Məsihlərə bilirsiniz biz nə deyirik? Deyirəm, ağa, Məsihi sən deyir, bəli. Deyirəm, bu İncil Həzrət İsanı ver mənə. Gətir, deyirəm, ağa, İncili Məttadır bu. İncili İsanı ver. Ağa, bunu, ağa, İncili Loğadır bu. İncili İsanı ver. Əlan 4 dənə İncil var. Hansı İsa'nınkidir? Heç biri. Buna əqli düşünür da, Qur'an deyir, Tevrat deyir, İncil deyir, hər Peyğəmbərin özünün kitabını alın. Hər yerdə getmişəm, hər Məsihdən soruşuna baxa, İsa gətirən İncili mən istəyirəm. İncili Yuhannanı verir mənə. Yuhanna İsa'dır, xeyr. Mən də Yuhannanı istəmirəm. İncili İsa. Əlan biz bunu deyirik. Peyğəmbər deyən kitab imla eləyibdi, onu verir mənə. Deyir, ağa, bu Səhih Müslim. Müslim qarni sevvimdə idi, 3-cü qarnidə, 3-cü əsrdə idi. Bizim ağa, sözümüz budur. Heç kəslə dava yoxdur. Nidamız vəhdətdir, nidamız qardaşlıqdır. Fəryadımız budur, gəlin qardaş olaq, söz danışaq. Xob, mənim Cənab Ağay Əl-Nəsirli, bu sözümün işgalı hardadır? Ünvanı bir tələbə işiyə. Ərzim tamam oldu. Çox sağ olsacı, Allah sizdən razı olsun ki, mətləbləri bizə çatdırırsınız. Üstünü toz basmış həqiqətlərin üstünü bizə açırsınız. İnşallah ki, tamaşaçılar da siz verdiyiniz ünvanlardan, sənədlərdən özləri gedib oxuyarlar. Həqiqətən də düşüncə sahibləri olan insanlar həqiqətən də başa düşərlər. Biz bir mətləb dediniz ki, Səhih Buxaridə gedib biz baxsaq, görürük ki, heç bir İmam Həsəndən, İmam Hüseyndən yoxdur. Və ki, o evə gəlib, onun sahiblərindən bir hədis yoxdur. 2-ci əsrdə, 3-cü əsrdə yaşamış insanlardan, yaxud qeyrilərindən ki, Peyğəmbəri bir dəfə görüblər, ya görməyiblər, hədislər nəql ediblər. Bu doğrudan da düşündürücü bir şeydir. Əziz tamaşaçılar, biz də bizim bu proqramı təşkil etməkdə məqsədimiz Qur'anın dediyi kimi möminlərin qardaş olduğunu birləşməyimiz, vəhdət təşkil etməyimizdir. Allah buyurur ki, Allahın dinindən, İslamın ipindən yapışın. Biz də bu İslamın ipindən hamımız bir yerdə yapışmaq ümidi ilə sizləri Allaha tapşırıram.